Salam, hər vaxtınız xeyir olsun. Sınaq 68, Nərgiz Nəcəf 250 sınaq test toplusundan izahını verəcəyik. Pronoun, yəni əvəzlik və artikl mövzusunun qarışıq sınağıdır. Yəqin ki, 15 ədəd əvəzlik mövzusuna dair, 15 ədəd də artikl mövzusuna aid suallar var. Qarışıq sınaqdır. Adətən Nərgiz Nəcəf 250 sınaq test toplusunun belə qarışıq sınaqları maraqlı olur. Yəni, oradakı suallar bəsit suallar olmur. Bir neçə qaydanın bir sualda cəmləndiyi hallarını daha çox görürük. Ona görə məncə qarışıq sınaqlarda hər bir suala ayrı-ayrı diqqətlə qulaq asmağınız sizə çox şey öyrədəcək. Birinci sualdan başlayırıq. Birinci sual əvəzlik mövzusunun qayıdış əvəzlikləri bölməsinə aiddir. Çünki cavablarda sonu selflə bitən variantları görürük. Sonu selflə bitənləri cavablarda gördükdə əvvəla nöqtədən əvvəl gələn hərəkəti icra edənə baxmaq lazımdır. Çünki sonu selflə bitənlər özü deməkdir. Yəni, onun özü, bizim özümüz, sənin özün, mənim özüm. Yəni, hərəkəti kim icra edirsə əvvəldə, həmin adamın qayıdış əvəzliyi qoyulur. Məsələn, mən desəm ki, mən bu işi etdim, mənim özüm. I mübtədadır, qayıdış əvəzliyi olacaq myself. She, herself. He, himself. Burada da baxırıq ki, əvvəldə the machine switch off. Switch off söndürməkdir, deyir, cihaz söndürdü özünü. Yəni, hərəkəti kim edirsə, özün üzərində edir. Qayıdış əvəzliklərin mənası, tərcümeyi mənası budur. Cihaz söndürdü özünü. Cihaz cansızdır və təkdədir. Himself kişi cinsinin qayıdış əvəzliyidir, herself qadın cinsinin, yourself you olduqda ola bilər, myself də I olduqda ola bilər. Amma itself verə bilərik, çünki cihaz cansızdır, üçüncü şəxsin təkidir. Cihaz söndürdü özünü, onun özünü söndürdü, yəni itself. İkinci suala baxırıq. İkinci sualda artikl mövzusuna aid qaydadır. Pacific Ocean, okeanlar, çaylar, göllər, yəni su hövzələrinin hamısının adları Z artiklı ilə işlənir. Y və D variantını çıxırıq. İkinci nöqtədən sonra biggest, S şəkilçisi və ya əvvəldə most gəldikdə most est sifətin üstünlük dərəcəsinin yaradan göstəricilərdir. Sifətin üstünlük dərəcəsi ilə mütləq Z artiklı işlənməlidir. Lakin A variantının ikinci nöqtəsi boşdur, artikl verilməyib. Üçüncü nöqtədən sonra da world gəlib, dünya. Bilirsiniz ki, dünya, yer kürəsi, günəş, ay, bu kimi bəzi artikl qaydamızda da qeyd olunub çoxlu sözlər var ki, o sözlərin mütləq Z artiklı işlənməlidir. Cavab qalır B. Üçüncü sualda cavabdan görürük ki, sual sözləri verilib. Belə deyək, bu mövzu haqqında heç məlumat olmayanlar üçün daha rahat anlama üsulu məncə budur ki, cavablarda, imtahanda, sınaqda W ilə başlayan sual sözlərini, yəni bunları gördünüzsə əgər, diqqət edin şərtə ki, nöqtələr başda gəlib, yoxsa ortada gəlib. Nöqtələr başda gəlibsə, yəni 6-cı sualda olduğu kimi birazdan deyəcəm, başqa qaydadır, amma nöqtələr ortada gəldikdə, bu sualda olduğu kimi başqa qaydalara diqqət eləməliyik, zehnimizə gətirməliyik. Məsələn, əgər cavabda W ilə başlayan sual sözləri olduqda, nöqtələr ortada gəldikdə, nöqtədən əvvələ baxmaq lazımdır. Dərhal əvvələ, bax burada olan sözə. Həmin söz canlıdırmı, yoxsa cansızdırmı? Canlı olsa, məsələn, adam, kişi, qadın, o zaman who, whom, that. Bu üçündən birini veririk. Onun da ayrıca bir öz xırdaçılığı var. Əgər yox, nöqtədən əvvəl cansız gəlibsə, yəni canlı, cansız deməyək, adam və ya digərləri. Çünki burada snake məsələn heyvandır. Heyvan təbii ki, biologiyadan öyrənmişik ki, canlıdır, amma bu qaydada artıq biz canlı, cansız olaraq ayırmırıq əslində. Adam olaraq və ya heyvan, ağac və ya cansız əşyaları bir yerə yığırıq. Yəni nöqtədən əvvəl snake cansız gəlib, burada heyvanları cansız götürəcəyik. Cansızlarla which ya da that işlənir. Qayda budur. Nöqtədən əvvəl cansız isim gəldikdə which, that olur. Nöqtədən əvvəl canlı gəldikdə who, whom, that olur. Bu qaydaya əsasən nöqtədən əvvəl cansız gəldiyinə görə cavabımız olacaq Y variantı. Zət cavablarda yoxdur, which verəcək. Dördüncü suala diqqət edirik. Dördüncü sualda asan olan qaydadan başlayayım. İkinci nöqtədən sonra Indian Ocean, Hindistan okeanı, Hind okeanı daha doğrusu okeanın adıdır. Okean adları, su hövzələri adları ilə Z artikl olur. Ona görə A və C variantı qalır. Birinci tərəfdə də təbii ki, different types sözündə sifət isim, yəni different sifətdir, types isim. Biz artiklı ümumiyyətlə sifətə yox, ismə aid edirik. Yəni sifət yox, sifətin üzərindən keçir, ismə aid olmalıdır artikl. İsimimiz types cəmdir. Cəm ismə E artiklı vermək olmaz. Qalır cavab C variantı. Beşinci sualda others qaydalarıdır. Deməli, bu ümumiyyətlə cavablarda others qaydalarını gördünüz. Others, sonra S-lə bitənlər, ən-azə. Bunları gördükdə məncə 3 qayda var ki, o qaydaları bilsəz, məncə testin cavabını rahatlıqla ala bilərsiniz. Birinci qayda budur ki, ən-azədən sonra mütləq sayılan tək isim gəlməlidir. Ən-azə, loru dildə desək, EN artiklının dostudur. Özündən sonra cəm isim gəlməz. Burada plans cəmdir. Y variantı gedir.
İkinci önəmli qayda sonu S ilə bitən azərslər, B və C variantı. Sonu S ilə bitənlərdən sonra isim ümumiyyətlə qadağandır, gəlməz. Cəm, tək, sayılan, sayılmayan fərq etmir. İkinci qayda bu. Qalır A və D variantı. Bəli, üçüncü qayda da elə buna işarədir ki, əvvəlində Z olan azənədir, Z olmayan azənədir. Z artiklı artikl mövzusundan, izahından izah etmişik ətraflı şəkildə ki, Z artiklı məlumluğu bildirir. Z olmayanda isə qeyri-məlumluğu bildirir. Yəni deyir, thanks for offering, təklifiniz üçün təşəkkürlər, but I have, amma mənim var digər planlarım. Burada artıq hansı plandan danışılır bizə məlum deyil və ya yəni əvvəldə bir şey haqqında danışılırsa, ikinci dəfə təkrarən o şey haqqında danışılırsa, o zaman Z azə veririk. Məsələn deyə bilərik ki, mənim 3 oğlum var, biri Fransadadır, digərləri Amerikadadır. Digərləri dedikdə əvvəlki cümlədə olan 3 oğuldan danışır. Bu zaman Z azərs olacaq və ya Z azə olacaq. Amma burada artıq deyir, təklifiniz üçün təşəkkürlər, amma mənim başqa planlarım var. Bu planlardan əvvəldə danışılmayıb. Ona görə Z artiklına ehtiyacı yoxdur, qalır A variantı. 6-cı sual biraz əvvəl dediyim kimi, əgər cavablarda W ilə başlayan, yəni heç məlumatı olmayanlar üçün və ya bu qaydanı niyə belə bəsit loru dildə izah edirəm? Çünki çox uşağın yadında qalmır, çox şagirdimiz çətinlik çəkir bu qaydada. Daha rahat yadımızda qalmağı üçün məncə belə bir ifadə deyə bilərik ki, cavabda W ilə olanları gördükdə, sual sözlərini gördükdə baxırıq ki, nöqtələr ortada gəlibmi, əvvəldə gəlibmi? Üçüncü sual idi, səhv eləmirəmsə. Bəli, üçüncü sualda nöqtələr ortada gəldiyinə görə nöqtədən əvvəl canlı-cansız qaydasına görə həll etdik. Amma burada isə nöqtələr əvvəldə gəlib. Nöqtələr əvvəldə gəldikdə, yəni bu mövzunu biz ətraflı şəkildə conjunction səhv eləmirəmsə mövzusunda izah eləmişik, amma indi ötəri belə deyə bilərəm ki, əsasən 5 qayda var ki, o qaydalara diqqət eləməliyik. Qaydalardan biri budur. Əgər cümlənin sonunda sözünü varsa, məsələn burada olduğu kimi, digər sözünlər in, on, at, with, to, about, bütün sözünlər fərq etmir. Cümlənin sonunda əgər sözünü varsa, əvvəldə who və ya what olmalıdır. Bu ikisi. Məsələn, cavablarda baxırıq ki, yalnız what var. Elə birinci dediyimiz qaydaya görə cavab A variantı çıxdı. Sonra ikinci qayda nədir? İndi mən qaydanı izah eləmək naminə deyim. İkinci nöqtədən sonra causet. Causet burada xəbərdir. Məsələn, diqqət edirsinizsə, birinci cümlədə do köməkçi feildir, farmers mübtədadır, depend on xəbərdir. Yəni, köməkçi feil mübtəda xəbər, sual cümləsi ardıcılığı yaranıb. Amma ikinci nöqtədən sonra təkcə xəbər gəlib. Artıq burada köməkçi feil, do, did, does, əmizar, həvəzət falan yoxdur. Əgər sual cümləsində nöqtədən birbaşa sonra xəbər gəlibsə, who və ya what veririk, yenə o qaydaya əsasən, yenə who'muz yoxdur cavablarda, what verəcək, yenə A variantı. Əlavə qaydalar burada nə ola bilər? When-dən sonra, when, what time-dan sonra həfəz üstə gəlir feilin üçüncü forması, yəni bitmiş forma, indiki bitmiş forma gələ bilməz. Ondan sonra nöqtədən sonra of gəldikdə əsasən which veririk və what kind da verə bilərik, how many, how much da verə bilərik. Yəni bu kimi qaydaları tətbiq edə bilərik. Əgər bu mövzu kimə maraqlıdırsa, deməli conjunction izahımızdan, video izahımızdan izləyə bilərlər. Cavab A variantı. 7-ci sualda baxırıq ki, sondan başlamaq istəyirəm. South America əvvəla artikl qaydalarında belə bir qaydalardan biri var. Bilirsiniz ki, artikl xırda qeydlərin toplusudur. Üçüncü nöqtədən sonra izah elədikdə belə deyə bilərik. Məsələn, burada south cənub deməkdir. Cənub, şimal, şərq, qərb, east, west, north. Bunları gördükdə Z artiklı verməliyik. Cəhətlərlə Z artiklı işlənir. Amma cəhətlərdən dərhal sonra məkan adı gəlibsə, South America, dərhal sonra məkan adı gəlibsə, o zaman əvvəl boş olur. Ona görə B variantını, C variantını atırıq. A, D, Y qalır. İkinci nöqtədən sonra largest, sifətin üstünlüyü dərəcəsi ilə mütləq Z artiklı verməliyik. Hər üç, daha doğrusu A variantında Z yoxdur. D və Y qalır. Birinci nöqtədən sonra Lake Titicaca, üzr istəyirəm deyə bilmədim. Lake Titicaca, deməli burada göl adıdır. Biz əslində demişik ki, qaydamıza görə çay, göl, okean, su hövzələrinin adları ilə Z artiklı işlənir, amma bir istisna var. Lake sözü. Lake sözü işləndirsə əvvəli boş qalacaq. Amma lake olmasaydı, normal Titicaca olsaydı, yəni gölün adı olsaydı, əvvəlində lake olmasaydı, o zaman Z verəcəkdik. Çünki gölü su hövzəsidir. Amma lake sözü girdisə araya, lake'in dərhal əvvəli boş qalmalıdır. Ona görə cavabımız D variantı. 8-ci sualda yenə əvəzi mövzusuna aid sualdır. Ümumiyyətlə, əvəzlikdə əsasən nöqtədən sonraya diqqət olunur ki, of gələndə nələrsə olmaz, nöqtədən sonra isim gələndə bunlar olmaz, nöqtədən sonra artikl gələndə bunlar olmaz. Əvəzliyin xüsusi test izahında izah etmişik hamısını. Amma burada baxacaq ki, o qaydalar yoxdur. O zaman belə deyəcəyik. Ümumi qaydaya görə biz mübtəda veririk. Mübtəda veririksə xəbərə diqqət eləməliyik. Bilirsiniz ki, əmizar was were to be cümlədə həmişə xəbər olur və were cəmdir. Was təkdir, were cəm. Is tək, are cəm. Were cəm xəbərdirsə, törəmələrin hamısının xəbəri
tək olur. Törəmələr bilirsiniz ki, everybody, somebody, nobody, nothing, everyone, someone, anyone bunlar törəmə hesab olunur. Törəmələrin xəbəri hər zaman tək olar. Were yox, was olmalıydı. Every'ndə atırıq ki, əvvəla every'ndə xəbəri tək olur və every müstəqil işlənə bilməz. Every'dən dərhal sonra sayılan tək isim olmalıdır. Olmasa olmaz. Cavab qalır A variantı. Ol haqqında belə bir xırdaçılıq deyim. Çox uşaq elə bilir ki, olun həmişə xəbəri cəm olur. Əslində belə deyil. Ol müstəqil mübtəda olduqda xəbəri cəm də ola bilər, tək də ola bilər. Əgər mənasına görə canlını ifadə edirsə, hər kəs mənasında, o zaman xəbəri cəm olur. Yox, hər şey cansızı ifadə edirsə, xəbəri tək olur. 9-cu sualda Brown soyadlarda əvvəl demişdik ki, əvvəlki testimizdə soyadların sonunda S varsa, deməli ailəni bildirir və ailəni bildirdikdə Z artiklı olmalıdır. River Nile, Nil çayı, çaylarla hər zaman Z artiklı olur, çay adları ilə daha doğrusu, ona görə cavabımız qalır A variantı. 10-cu sualda yenə birinci sualda olduğu kimi qayıdış əvəzlikləridir. Birinci sualda izah elədiyim kimi əvvəldə hərəkəti icra edənə baxırıq, kimdirsə onun qayıdış əvəzliyini veririk. Nöqtədən əvvəl children, yəni uşaqlar, həzz aldılar, onların özləri. Uşaqların özləri, yəni onların özləri. Themselves cəmdir, cəm olduğuna görə B veririk. Niyə A-selves vermirəm? A-selves də cəmdir. Çünki mən onların içində yoxam. Bizim özümüz yox, onların özü deyirik. Cavab B. 11-ci sualda Atlantic Ocean, çay, göl, okean, su hövzələri adları ilə Z artiklı veririk. A variantı və D variantı gedir. Europe 2 il arda-arda imtahana düşmüş nöqtədir. Europe və məxsusən Europe düşüb. Yəni məkanlarla demişik ki, artikl izahında boş olur. Məkanlarla, məkan adları istər kənd, şəhər, ölkə, qəsəbə, materik, qitə hamısı ilə boş olur. Artikl olmaz. Cavabımız qalır B variantı. 3-cü sərfdə Amerikada qitə olduğuna görə boş olur. United States, yəni Amerika ölkəsinin adı ilə Z olur. Amma Amerika qitə, materik adı ilə deməli B variantı olacaq, yəni boş olacaq. 12-ci sualda, 12-ci sual biraz əvvəl dediyim kimi W ilə başlayan sual sözləri əvvəldə gəldikdə, ortada yox, ortada gəldikdə canlı-cansıza diqqət edirdik. Amma əvvəldə gəldikdə, əvvəlki 6-cı sualda dediyim kimi, baxırıq ki, cümlənin sonunda söz önü varsa who what verək. Nöqtədən dərhal sonra xəbər gəlibsə who what verək. Bitmiş forma varsa when what time atmalıyıq. Amma burada başqa qaydadır. Nöqtədən sonra isim gəlib. Nöqtədən sonra isim gəldikdə what, which, whose bu üçündən biri verilir. Təbii ki, təkillərdən söhbət gedir. Qoşmalılardan how many, how much, oflu variantları, what kind, of bunlar da ola bilər. Amma əgər təkillərdən söhbət gedirsə cavablarda olduğu kimi nöqtədən sonra isim gəldikdə dərhal what, which, whose bu üçündən biri ola bilər. Məsələn, baxırıq ki, burada B variantı və C variantını çıxırıq. A, D, Y variantı qalır. Bəs necə biz bunu müəyyənləşdirəcəyik ki, hansını verməliyik? Deməli, color is your new box. Sənin yeni velosipetin rəngdədir. Kimin rəngindədir? Düz gəlmir. Kimin rəngindədir? Sənin yeni velosipetin hansı rəngdədir? Nə rəngdədir? Nə rəngdədir daha uyğun çıxır. Hansı rəngdədir olmaz. Əslində Azərbaycan dilinə görə bu uyğun ola bilər. Amma niyə which verə bilmərik? Which əsasən bir neçə seçim arasında olduqda which. Məsələn, bundan sonra desəydi ki, məsələn, ağ yoxsa qara, əgər belə bir sual versəydi, o zaman which color, hansı rəng, bir neçə seçimindən hansı, o zaman istifadə olunur. Amma ümumi bir sual verilirsə, sənin yeni velosipetin nə rəngdədir, o zaman what color olur. Bax, belə bir xüsusilik var. Cavab qalacaq A variantı. 13-cü sualda Europe məkandır. Ölkə, şəhər, kənd adları, ümumiyyətlə məkan adları ilə boş olur. B variantı, D variantını atırıq. İkinci nöqtədən sonra train, qatar gəlib. Qatar sayılan tək isimdə. Əslində, əvvəlində artikl olmalıdır. Sayılan tək ismi boş qoymaq olmaz. Amma burada by qaydası var. Artikl qeydlərindən biridir. By'dan sonra nəqliyyat vasitəsi gəlibsə, arasına nöqtə belə girə bilməz. By train olacaq. By the train, by a train ola bilməz. By ilə nəqliyyat vasitəsi arası boş qalmalıdır. Hətta 9 mart buraxılış imtahanına 2025-ci il səhv etmirəmsə, həmin imtahana bu qayda düşdü. Yəni boş cavab qalır A variantı. 14-cü sualda nöqtədən sonra United States Amerika. Normalda ölkə adları ilə boş olur, amma United States, Kingdom, Republic, Federation, Emirates kimi sözlər ölkə adına daxil olduqda Z artiklı veriləcək. A və C variantı gedir. Cəbhən normal standart ölkə adıdır, o ilə boş olacaq. Y variantı gedir. Biggest sifətin üstünlüyü dərəcəsi olduğuna görə Z artiklı. 15-ci sualda W ilə başlayanlar bu səfər ortada gəlib. W ilə başlayanlar ortada gəldikdə, yəni nisbi əvəzliklərdir bunların rəsmi adı. Bunlar ortada gəldikdə nöqtədən dərhal əvvəl gələn canlı və ya cansız isimə axtarmalıyıq. Baxırıq ki, mən kişi canlı isim gəlib, yəni canlı dedikdə adam gəlib, adamlarla who, whom, that. Bu üçündən biri işlənir.
Yəni burada məsələn what-u, which-i atırıq, who, whom, that. Bu who'u diqqətinizə çatdırım. Who bu mövzuda biraz xüsusilik təşkil edir. Who'dan dərhal sonra isim gəlməlidir. Əgər nöqtədən dərhal sonra artiklsız isim varsa, bu göstərdiyim hissədə bütün qaydalar düşür suya, yalnız who verilir. Əvvəldə nə gəldiyinin önəmi yoxdur. Amma burada nöqtədən sonra isim gəlmədiyinə görə who'u da ata bilərik. C və D variantı qalır. Who, whom arasında fərq nədir? Who'dan sonra xəbər gəlməlidir, whom'dan sonra mübtəda xəbər. Yəni buradan help et xəbər gəldiyinə görə whom yox, C variantı who veririk. 16-cı sualda demişdik ki, mostdan sonra sifət gəldikdə əvvəlində Z olur. Amma mostdan sonra of gəldikdə və ya oflu isimlər, isim gəldikdə deməli əvvəli boş qalacaq. D və Y variantı, C variantı gedir. İkinci nöqtədən sonra New York şəhər adıdır. Şəhər adları ilə, ümumiyyətlə məkanlarla boş olur. B variantı gedir. Cavab A variantı. Kaliforniyada həmçinin məkandır. 17-ci sualda əvvəla bu qaydada bilək ki, biraz əvvəl dediyimiz kimi azər, sona esnə bitən azərdən sonra isim ümumiyyətlə gəlməz. Bir də bu üçünə diqqət edin. Every, each, another. Bu məşhur bu üçlük. Every, each, another. En artiklının dostlarıdır, loru dildə. Yəni necə ki, en artiklından sonra sayılan tək isim gəlməlidir. Every, each, another'dan da sonra sayılan tək isim gəlməlidir. Amma sites cəm olduğuna görə cavab qalır boz. Boz həmişə cəmlərlə işlənir. 18-də deməli German English language dil adlarıdır. Alman dili, ingilis dili. Dil adları ilə normalda boşluq olur, article olmaz. Amma dil adının yanında language sözü olarsa, o zaman əvvəlinə Z artiklı girir. Yəni birinci tərəf boş, ikinci nöqtədə Z verəcəyik. 19-cu sualda bir neçə formadan izah edə bilərik. Məsələn, belə deyə bilərik ki, məsələn, ümumi bu qaydanın rahat forması budur ki, əvvəla cavablarda sam eni gördükdə, yəni bu cür testləri gördükdə həll etməyə çalışdılar. Birinci həmişə mənim məsləhətim budur ki, bunu deyin ki, təsdiq cümlədir yoxsa inkar cümlədir. Çünki inkar cümlədə sam işlətmək olmaz. Amma bu cümləyə diqqət edirik ki, bu cümlə təsdiqdir. Təsdiq cümlədə isə əksinə eni işlətmək olmaz. Çünki eni inkar və sual cümlələrdə işlənir, sam isə təsdiq cümlələrdə işlənir. Deməli, ona görə B və D variantını atırıq. C və Y variantını da başqa qaydaya görə atırıq ki, nan və somethingdən sonra isim gəlməz. Nandan sonra isim gəlməz, bu qaydadır. Something də törəmələrdəndir, yəni törəmələrin hamısından sonra isim qadağandır. Cavab qalır A variantı. Əvəzi mövzusunda bu mövzunun testlərində deməli qaydanı əzbər bilmək lazımdır. Sınaq 54 səhv eləmirəmsə, bəli, sınaq 54 olmalıdır. O mövzunu izah etdikdə bu qaydalar hamısını ətraflı şəkildə izah eləmişik. Amma YouTube video izahlarımıza səhv eləmirəmsə bu mövzu, sırf bu əvəzi mövzusu, düzdür ki, ən çox izlənən videolarımız arasındadır, amma qaydasını çox da dərindən izah eləmədiyimiz formada və bütün testləri bir-bir izah eləmədiyimiz formada YouTube videosunu qoymuşuq. İnşallah önümüzdəki günlərdə həmin sınaqların daha ətraflı xırdaçılığı ilə olan videosu izahını təqdim edəcək. 20-ci sualda, baxırıq ki, 20-ci sualda deməli, nöqtədən sonra azərs qaydalarında dediyim kimi nəyə diqqət edirik? Ənazədən sonra sayılan tək isim gəlməlidir. Bu bir. Məsələn, B variantı getdi ki, nöqtədən sonra lives burada xəbərdir. Yaşamağın deməli, tək formasıdır. Yəni, ənazədən sonra isim olmalı, sayılan tək yoxdur isim. Sonra diqqət edirik ikinci qayda nəyə? Məlumluq ya da qeyri-məlumluq. Məsələn, burada deyir ki, I have two brothers. Mənim iki qardaşım var, onlardan biri yaşayır Kanadada. Digərləri, daha doğrusu digəri iki qardaş deyirsə, two brothers. Biri yaşayır, deyir Kanadada, digəri, artıq ikidən biri çıxdı, qaldı biri. Digəri dedikdə sonu S olanları atırıq, çünki sonu S olanlar digərləri deməkdir, cəmdədir, olmaz. Mənaya görə bir nəfər qalıb ortada, C və Y variantı qalır. Əvvəldə haqqında danışılıb, mənim iki qardaşım var, biri orada yaşayır, digəri belə. Əvvəldəki qardaşlardan söhbət gedir, məlum olduğuna görə Z artiklı verəcək. 21-də də China ölkə adıdır, ölkə adları ilə article olmaz, D və C qalır. Chinese isə Chinese burada sonu səbəbimizə bu sınaqda deyil, əvvəlki sınaqda izah eləmişdik ki, sonu English, S-hı hərfi, French, C-hı hərfi, Chinese, Japanese, S ilə bitənlər həm Z ilə də ola bilər, həm boş. Milləti bildirirsə Çinlilər Z olacaq, dil adı bildirirsə Çin dili o zaman boş olacaq. Burada deyir ki, mən yaşamışam Çində 3 il Çində yaşamışam. Çinlilər xoşlayır yeməyi, düyü və yaşıl çay içməyi. Deməli, bu Çinlilər millətdir. Millət olduğuna görə Z artiklı olacaq. 22-ci sualda every, each, another. Bunlar dedi ki, en artiklının dostlarıdır. Necə ki, en artiklından sonra sayılan tək isim gəlirsə, every, each, another'dan da sonra sayılan tək isim gəlməlidir. Amma poets cəmdir.
Sonu s ilə bitən azələrdən sonra others, others. Bunlardan sonra ümumiyyətlə isim qadağandır. Bozdan sonra həmişə cəm gələr. Cavab B. 23-cü sualda artiklda xırda bir qeyd var. Yalan danışmaq və doğru danışmaq. Doğru danışmaq tell the truth-dur. Yalan danışmaq tell a lie-dır. Yəni truth doğru ilə z işlənir, lie yalanla e işlənir. Buna görə cavabımız qalacaq B variantı. 24-də deməli nöqtə bu asılı forma, yəni səhv eləmirəmsə sonuncu izah elədiyimiz videolardan biridir ki, asılı possessive pronouns mövzusuna dair sualdır. Deməli burada nöqtədən sonra ancient ruins, qədim xarabalıqlar. Yəni bu sifət isim bərabərdir ismə. Ümumiyyətlə bütün mövzularda sifət isim yanaşı gördünüz, sanki birinci elə isim gəlib. Yəni nöqtədən sonra o mövzuda demişdik ki, isim gəlibsə asılı forma veririk. Bunun gələ için əzbər biləsiniz. Məsələn, theirs müstəqil formadır. Its asılı forma deyil. Asılı forma its bitişik olandır. Hers, ours. Bunlar da müstəqil formadır. Sonlarında s var, cavab qalır C. Müstəqil formaları niyə atdıq? Müstəqil formalardan sonra isim və ya sifət isim qadağandır. Amma asılı formadan sonra its gələ bilər. Hətta gəlməlidir daha doğrusu. Ölkələrlə 25-ci suala keçirik. Ölkələrlə boş olur, amma United Kingdom, State, Republic, Federation, Emirates olan ölkələrlə Z olmalıdır. C gedir. Great Britain'da bu sadaladığım sözlərin heç biri yoxdur. Standart ölkə adıdır, ona görə boş olacaq. Northern Ireland, bu da Şimali İrlandiyada dediyim, sadaladığım sözlərin heç biri yoxdur. Deməli, standart ölkə adıdır, boş olacaq D variantı. 26-cı sualda baxırıq ki, biraz əvvəl də dedik, törəmələrdən sonra isim gəlməz, medicine dərmandır. Anything, bilirsiniz ki, some, any törəmə deyil, amma something, anything, somebody, anybody, anyone, someone, bunlar törəmə hesab olunur. Törəmələrdən sonra isim qadağandır. Burada inkar var. Biraz əvvəl dediyim kimi some, any olan cavabları gördükdə bilin ki, birinci təsdiq və inkarığa diqqət eləməlisiniz. Burada inkarıq var. İnkardan sonra some gəlməz, inkardan sonra any gələr. Təsdiq cümlədə some, amma inkardan sonra isə gələn some anyyə çevrilməlidir. 27-də Afrika, Asia. İkisi də ölkə, daha doğrusu materik qitə adıdır. Məkanlarla boş olur. Cavab qalır A. 28-də each, every, bunlar en artiklinin dostudur. Artıq 3-cü sualdır ki, bunu deyirik. En artiklinin dostlarından sonra, yəni loru dildə deyirik ki, en artiklinin dostları, yəni özlərindən sonra sayılan tək isim gəlməlidir. Amma buildings cəmdir. Everything törəmələrdən sonra ümumiyyətlə isim gəlməz. B variantı gedir. Every of da deyilən bir şey yoxdur. Həmin mövzuda qeyd olunur ki, 4 nəsnədən sonra of gəlməz. Everydir, törəmələrdir, no one. Əsasən bunlardan sonra of gəlməz. Y variantı ümumiyyətlə elə bir şey ingilisində yoxdur. Cavab qalır D. 29-cu sual. London şəhər adıdır, məkanlarla boş olur. D, B, Y variantı gedir. River Thames 3-cü nöqtəyə baxıram. Çay adları, Temza çayı, çay adları ilə həmişə Z olur. C variantı gedir. Qalır A və deməli. Bəli, qalır yalnız A variantı. O zaman ikinci nöqtəni izah eləməyə ehtiyac qalmır, amma yenə də ikinci nöqtəni deyək. Ümumiyyətlə sahil sözləri var. Bank var, shore var, coast var. Bu sözlərlə əsasən Z artikl işlənir. Çünki məlumluq bildirir. Temza çayının sahilindən danışır. Həm də of-dan əvvəlki sözlərlə çox zaman məlum olduğuna görə Z olur. Cavab qalır A variantı. Nəhayət sonuncu sual, 30-cu sualda da demişdik ki, artıq 3-cü, 4-cü sualda buna dair W ilə başlayan sual sözləri, yəni nisbi əvəzliklər, sual sözləri daha doğrusu əvvəldə işləndikdə, dediyim 5 qaydaya diqqət edirik. Məsələn, özündən sonra of mu gəlib, özündən sonra isim mi gəlib, özündən sonra xəbər mi gəlib? Məsələn, burada bu dediklərin heç biri yoxdur. Ar burada xəbər deyil, ar köməkçi feildir. Özündən sonra həvhəz varmı, yəni bitmiş forma varmı? O da yoxdur. Qalır sonuncu 5-ci qayda. Cümlənin sonunda söz önə gəlibsə, with, in, on, at, for, from hamısı ola bilər. Cümlənin sonunda söz önə gəlibsə, əvvəldə who və ya what işlədəcəyik. Dediklərimizdən deməli, yalnız B və Y variantı var, A, D, C variantı gedir. İki variantın ikisi də olduqda deməli tərcümə etməliyik. Are you dancing? Sən rəqs edirsən ilə, nə ilə, yoxsa kim ilə? Təbii ki, kim ilə, tərcüməyə görə Y variantı. Bu qədər uşaqlar çox maraqlı sınaq idi həqiqətən. Yəni bu 30 sualda ingiliscinin əsas olan iki mövzusu, article və pronouns əvəzlik mövzusuna dair çox qaydanı öyrəndi və ya bilənlər üçün təkrarladıq. Təşəkkürlər, diqqətiniz üçün.